İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi əcməin əmmə ba'du. Deməli, qardaşlar, bugün ən-nəkrə vəl-ma'rifə bəhsini götürürük. Nəkira ümumiyyətlə qeyri-müəyyənliyə deyilir və bir şeyi tanımamaq. Misal üçün, burada aşağıda bir ayət gətirib. Fələmmə rəə əydiyəhum lə təsilu iləyhi nəkirəhum və avcəsə minhum xifətə. Deməli, İbrahim əleyhissalam o mələklər ki, insan cildində gəlir və gördükdə ki, onlar əlin yeməyə uzatmırlar. Nəkirahum, bu ləmmənin cavabıdır. Fələmmə nəkirahum onun cavabıdır. Nəkirahum yəni təəccübləndi, yəni onları tanımadı. Tanımadığına görə təəccübləndi. Və yəni tanımamaq, bilinməmək mənasındadır. Və ümumən nəkira, misal üçün deyəndə ki, əkramtu rəculən, bu mütləqdir. Mütləqdir. Yəni nəkira özü bölünür mütləq və amma. Amma mütləq odur ki, yəni sən bir kişiyə, hər hansı bir kişiyə neynədin? İkram elədin. İkram elədin. Mütləqlə amın fərqi odur ki, mütləqdə bədəl ola bilir. Bizim bu bildiyimiz qrammatik bədəldən söhbət gedir. Yəni sən hər hansı bir kişiyə ikram elədinsə, ehtiyac yoxdur ki, hansı o bir kişinin də fəhm eləyən, yəni beyində canlansın. Yəni bir kişiyə sən ikram elədin. Amma deyəndə ki, misal üçün deyirsən ki, darabtu kusələ kəslənən, yəni tənbəli vurdum, yəni burada amdır, yəni istənilən tənbəlləri vurursan. Yəni birini vurub, digərini buraxmırsan. Və yaxud da ki, tərbiyələndirdim. Yəni istənilən, burada amdır. Amla mütlaqın fərqi odur ki, mütlaqda yəni bir kişiyə, bir nəyəsə ikram elədinsə və yaxud da ki, gördünsə, yəni artıq aydındır ki, yəni hər hansı bir kişini görmüsən. Amma amda isə, am da düzdür, yəni o da nəkirə olanda, amma bu fikri cəhətdən bunu deyirik ki, yəni bu fikrə zətdə belə lazım olur. Orada artıq amdır. Amda odur ki, yəni hər birini ya danlamısan, ya ikram eləmisən. O da sözlərin mənasına görə başa düşüləcək. Amma indi İbn Malik rahmehullah nəkiraya burada tərif deyir. Bu tərif rəsmi tərifdir, yəni zati tərif deyil. Yəni nəfçilər belə bir tərif qoyub, nə qoyub? Nəkiratun qabilu əl-müəssira əv vaqi'un məvqi'a mə qad zukira. Deməli, burada nəkira mübtədadır. Mübtədadır. Bunun xəbəri qabilu əldir. Qabilu əl. Müəssirə isə onun halıdır. Müəssirə halıdır. Deməli, mənası budur ki, nəkira əlifləm qəbul eləyir. Amma yəni elə bir əlifləm ki, yəni təsirlənir. Yəni o əlifləm mərifə cəhətdən qoşulduğu sözü nə edir? Təsir edir. Yəni belə bir əlifləm. Yəni mərifə eləyən əlifləm. Çünki əlifləm var ziyadə, əlifləm var əlləzi mənasındadır. Bir də ki, burada nəkiratun mübtəda təmərbut ilə də, amma qabilətun olmadı. Burada sanki ismu nəkira. Yəni ismu nəkiratın, yəni ism sözü düşüb, yəni aşağıda burada qeyddə var. Sonra vaqi'un məvqi'a mə qad zukira. Bir də nəkira odur ki, vaqidir, işlənir. Mövqeyində, nəyin mövqeyində? Hansı ki, qad zukira,
buradakı biz qeyd etdik ha. Qeyd etdiyimiz sözün mövqeyində, kəlmənin mövqeyində işlənir. Yəni nə qeyd etdik? O əlifləm qoşulub, əlifləm qoşularaq mərifə olan isimlər ki var, onlar nəkirə ola bilər də. İndi sual çıxa bilər ki, o necə olur ki, əlifləm qoşulur, qəbul eləyir, amma nəkiradır. Burada demək istəyir ki, o kəlmələr ki, mərifəli əlifləmi qəbul eləyib, amma hal-hazırda əlifləmsizdirsə, o nəkirə sayılır. O nəkirə sayılır. Bax, diqqət olun. Yəni, bizim bildiyimiz mərifələr heç biri əlifləm qəbul etmir. Və onu da bilmək lazımdır ki, kəlmənin əsli nəkiradır. Mərifə furudur. Mərifə furudur. Yəni, əsl odur ki, nəkiradır kəlmə, ləfz. Mərifə onun furusudur. Ona görədir ki, o kəlmələr ki, əlifləm qəbul edə bilir, amma mərifəli təsirinə düşə bilir. Yəni, bu əlifləmi qəbul edə bilir. Və əlifləmi olmadığı halda, bunu mən indi burada şeirdə demir, yəni özümdən deyirəm ki, yəni, olmadığı halda o artıq nə sayılır? Nəkirə sayılır. Və yaxud da ki, elə kəlmələr var ki, misal üçün zu kimi, indi gətirəcəyik, zu kimi. O nəkiradır. İrad tuta bilərlər ki, bəs zuya niyə nəkira deyirik də? Deyir ki, yəni zu ona görə nəkiradır ki, hansı ki, zu əlifləm qəbul edə bilmir axı. Nə də ki, mərifədir. Nə mərifədir, nə də əlifləm qəbul edə bilir. Əlifləm qəbul edə bilsəydi və hal-hazırda əlifləmi yoxdursa, başa düşmək olardı ki, bu da nəkiradır. Amma bu heç vaxt əlifləmi olmur da, əlzu olmur. Nədir ki, bu olmursa olmasın da əlzu. Misal üçün, sən əl-huva demədiyin kimi, huvanı neynədin? Mərifədən saydın da. Bəlkə bu zunu da mərifədən sayılır. Yox, zu nəkiradan sayılır. Axı, necə nəkirə sayıla bilər ki, əlifləm qəbul etmir. Aydındır. Onu da deyir, ona görə şeirin burasını gətirib ki, yəni bəzi kəlmələr də var ki, əlifləm qəbul eləyə bilən sözün yerində işlənir. Zu sahib mənasındadır. Sahib də əlifləm qəbul eləyə bilir. Aydındır. Yəni əlifləm qəbul etməyərək dediyimiz bu əlifləm qəbul edənin müəyyənin yerini tutan isimdən söhbət gedir. Nəkirə mə yəqbəl əlf tuəssiru hansı qəbul edir fi ət-tərif əv yəqa məvqə mə yəqbəl əlfləm. Və yaxud da ki, neynir? Qəbul etdikdən sonra tərif təsirinə düşür, mərifəli təsirinə düşür və yaxud da ki, dediyimiz kimi, əlifləmi qəbul edən kəlmənin mövqeyində işlənən bir sözdür. فمثال ما يقبل ال وتؤثر فيه التعريف رجل. Yəni dediyimiz hansı ki, əlifləm qəbul edir və mərifəli təsirinə düşür, racul kimi fətəqul ər-racul deyə bilirsən. Və ihtiraza bi qavlihi tuəssiru fi ta'rif dedikdə, onda istisna olacaq nə? Mimmə yaqbal əlif və la tuəssiru fihi ta'rif. Əlifləm qəbul edir, amma mərifəli təsirinə düşmür. Misal üçün, Abbas kimi. Kə-Abbas ələmə. O xüsusi ad olan Abbas kimi. فإنك تقول فيه الأباس فتدخل عليه ال لكنها لم تؤثر فيه التعريف. Baxmayaraq ki, yəni əlifləm bəli daxil ol qoşulur, amma mərifəli əlifləmi deyil. Lənnəhu mərifətun qablə duxuluhə aleyhi. Çünki o zaten əlifləm qoşulmasın əvvəldən elə mərifə idi. Bu yəni niyə adlar, aləmlər əlifləm qoşublar? O inşallah aləm bəhsində danışılacaq. Və misalu mə vəqa mövqə mən yəqbəlu əl, yəni buna misal zu, əlləti bi mənə sahib. Nəhvə cəənə zu məlin, ey sahibu məl. Fəzu nəkirə. Və hiyə lə təqbəlu əl, hansı ki, əlifləm qəbul eləmir. Yəni, irad bildirərsiniz də, bayaq danışdıq yəni, əvvəldən. Ləkinnəhə vaqiyyətü mövqə sahib, sahib mənasını verən sözün yerində istifadə olunur. Və sahib isə yəqbəlu əl, nəhvə əs sahib kimi. Aydındır.
Sonra 53-cü beytdə və qeyruhu ma'rifətun kahum və zi və hində və ibni vəl gulami vəl-ləzi. Və deyir ki, və qeyruhum, yəni qeyru ismi nəkira, yerdə qalan, ismi nəkiradan yerdə qalanlar nədir? Ma'rifətundur. Ma'rifətundur və bir-bir sayır. Kəhum, hum deyəndə nə deyir? Mərifə növləri hansından idi? Damirlər, damirlər nəzərdə tutulur. Yəni bu deyək ki, bir. Və zi deyəndə yəni həzi ism müşarələr. Bu iki. Və hində nəyin nəzərdə tutur? Hind nədir? Qadın adıdır. Aləmləri nəzərdə tutur. Və bni, bunu nə üçün misal gətirdi? O mudaf ki, onun mudaf mülehi nədir? Mərifələrdən biridir. Vəl-gulami də gətirməkdə məqsəd əlifləmin qoşulduğu sözlərin mərif olmasıdır. Sonra vəlləzi, bu da aydındır, yəni nəyə işarə eləyir? İsmu mövsullara. Yəni 6 dənəsini burada gətirdi və 7-cini də əlavə edirlər. Ya racülüdəki munədi məqsudu da alimlər deyir ki, ya raculu, orada tənvin ona görə düşüb ki, yəni sən kimisə qəsd edib çağırırsan. Biri var ya raculən, yəni tutaq ki, kör kişinin çağırdığı ya raculən, istənilən kimisə çağırır. O əl-munadi qeyri-məqsuddur. Var munadi məqsud ya raculu, onu da nədir? Bəzi alimlər mərifədən sayırlar. Deməli gətirir ey, yəni şeirə görə qeyru nəkir əl-mərifə. Qeyru burada mübtədadır. Əl-mərifə xəbərdir. Yəni nəkirədən başqası mərifədir. Və hiyə sittətu əqsam. Əl nədir? Mudmar. Bəzən damir deyirlər, bəzən mudmar deyirlər. Bəsrəlilər görə. Kəhum və ismu şarə kəzi vəl-ələm kəhind vəl-muhallə bi əlif vəl-ləm. Əlif-ləmlə bəzənmiş, yəni əlif-ləm qoşulmuş. Kəl-guləm vəl-mavsul kəlləzi. Sonra və mə udifə ilə vahidi minhə. Bunlardan birinə izafə olanlar kə ibni kimi. Və sənətəkəlləmu hədihil əqsam. Bu əqsamlar barədə öndə deyir, danışacağıq. Bir də onda deyək ki, qardaşlar, bunların misal üçün bu deyilən kimi, bax burada məndə də çıxım var, sizdə yoxdur, bəzi çaplarda yoxdur. Baxın, damir, ism-i şarə, aləmzə, bunların rütbələrinə görə, yəni hansı üstündür? Yəni ən üstünü damirdir. Damirdir. Əslində sonra aləmdir. Aləmdir. Sonra ism-i şarədir. İsm-i şarədir. Ən axırıncı mudaf. Mudafın bunlardan birinə izafə olunmasıdır. Sonra növbəti beytdə əd-damir, yəni fəslin adı damirdir. Dedi ki, yəni bəzən mudmar da deyirlər. Küfəllər isə əl-kinayətun və yaxud da əl-mükənnə deyir. Əl-kinayətun və yaxud da əl-mükənnə adlandırırlar. Deməli, beytdə fəmə lizi qeybətin əv huduri kəəntə və huvə səmmi bid-damiri. Və deyir ki, burada yəni əlləzidir, məfulun bihidir. Bunun amili səmmidir, adlandır. Adlandır, əlləzi hansı ki, yəni qeybəti, yəni üçüncü şəxs üçündür, yəni qeybdə olan üçündür. Av hudurin və yaxud da ki, yaxında olan üçün. Yaxında olanda yəni, iki yerə bölünür. Birinci və ikinci şəxsi deyir, mütəkəllim və müxatabı deyir. Deməli, adlandır deyir o şey ki, üçüncü şəxsə, yəni qaibə və hudur birinci və ikinci şəxsə aiddir. Necə ki, əntə və huva, əntə və huva kimi nə adlandır? Damiri, damir adlandır. Yəni, bunları damir adlandır. Yuşiru illə ənə damira mə dəllə alə qeybətin. Kə huvə. Yəni, üçüncü şəxsə dəlalət edir, huva kimi. Əv hudirun və yaxud da ki, nədir? İştirak edənlər, yaxında olanlar. Və huva qismən, onlar da iki yerə bölünür. Damir muxatab, ikinci şəxs, nəhvə əntə kimi və təni damir mütəkəllim, birinci şəxs, nəhvə ənə kimi.
O sizdə aşağıda da var. Yəni ümumiyyətlə damirin də ən mərifəsi birinci mütəkəllimdir, sonra müxatabdır, sonra qaibdir. Ən mərifəsi damirlərdən birinci şəxs, sonra ikinci, sonra üçüncü şəxsdir. Və şeirdə davam edir ki, və zuttisalin minhu mə la yubtədə və la yəli illə ixtiyaran əbədə. Və deyir ki, burada zu mübtədadır. Mübtədadır. Mə xəbərdir. Mə xəbərdir. Və deyir ki, ittisal minhu ittisalın sifətidir. Və deyir ki, zu ittisalin minhu, yəni onlardan damir muttasil hansı ki ondan cümlə başlanmır. Yəni zu ittisalin minhu mə burada bu mələ deyil ha, bu mə başqadır. La yubtədəu bu ayrıdır. La yubtədəu ayrıdır. Və deyir onlardan deyir o ittisal olanlar hansı ki la yubtədəu, yəni kəlmənin önündə ondan başlaya bilmərsən. Onunla yəni muttasil damirlə başlaya bilmərsən. Məsəl üçün kəni sən darabtukə, kə darabtu deyə bilmərsən. Və yaxud da ki zəhəbtu, tu zəhəb deyə bilmərsən. Və la yəli illə. Və la yəli illə bu bir kəlmədir ha, bu bir sanki cümlədir. Və illədən sonra da gəlməz. İllədən sonra da gəlməz. Aydındır? Yəni illədən sonra, yəni illəkə, illəyə gələ bilməz. İxtiyaran əbədən. İxtiyari yəni fi ixtiyarin əbədən yalnız zərurət hallarında. İxtiyar zərurət yəni şeirdə zətdə gətirirlər ki, qafiyə birtəhər düzəlsin. Və gətirir misallar. Kəl yəi vəl kəfi min ibni əkrəmək. Necə ki deyir, yə kimi, kəf kimi bu kəlmədə mənim oğlum sənə hörmət etdi. Burada yədən söhbət gedir, bir də kədən söhbət gedir. Sonra keçdi yenə yədən danışır. Artıq bu başqa yə damiridir. Vəl yəi vəl hə min, yəni və əl hə, yəni yə hə vəl yəi vəl hə min səlihi mə mələk. Səlihi mə mələk sözündəki yə və hədəki hə damirləri. Səlihi burada nədir? Yəni elə bir şey sən deyirsən ki, idrubihi qadına deyirsən. Səli soruş ondan, yəni əldə etdiyini ondan soruş. Qadına deyirsən ki, ey qadın, o kişi ki var, əldə etdiyini ondan soruş. Əldə etdiyi o kişidən o şeyi soruş. Burada səlih, yə burada yəni idhəbi, iclisi, aydındır, əntədir də bu sanki. Bu, həmin yə budur. Qadın cinsinin müxatabı, ikinci cins, ikinci şəxs. Burada hudakı aydındır da, yəni üçüncü şəxsdir, qayib. Deməli, amma buradakı yə, diqqətli olun qardaşlar, bax buradakı yəni, buradakı yədə fərqi nədir? Buradakı yə raf halındadır. Raf halındadır, çünki faildir da. Amma ibni, buradakı yə isə cər halındadır, yəni müdafiə etdi ona görə. Bu məsələlərdə diqqətli olmaq lazım. Çünki burada indi şeyx qeyd eləyəcək. Əd-damir əl-bəriz yanqasimu ilə muttasil və munfasil. Demək istəyir ki, damir yəni müstətir var, damir bəriz var. Deməli, muntasil birləşən və birləşməyən olaraq iki yerə bölünür. Fəl-muttasil odur ki, əlləzi lə yubtədəu bihi kəl-kəf min əkramək və hansı ki, onunla cümlənin öndə yəni gətirə bilmərik. Necə ki, əkramakdakı kəlmə kimi və nəhvihi və buna bənzər. Və lə yəqəu bə'də illə fil ixtiyar. Yəni, zərurətdən başqa illədən sonra gələ bilməz. Fələ yuqal mə əkramtu illəkə deyə bilmərsən. Və qəd cəə şuzuzən fi şeir. Bəzən şeirdə şaz olaraq gəlib. Misal üçün şeir gətirir ki, Əudu bir Rabbil arşi min fiətin bəqat aleyyə
Fəmə li avdu illahu nasiru. Deməli, şair deyir ki, ərşin Rəbbinə sığınıram. Nədən? Min fiətin, bir toplumdan. Bəğət aleyyə, mənə zülm edən bir toplumdan. Bu fiətin nəkiradadır, bəğət aleyyə onun sifətidir, nəatıdır. Sığınıram. Sonra fəməli, li burada xəbər önə keçib. Nasirun mübtəda təxir olunub. Və mənim üçün yoxdur. Abdun, yəni əbədiyyən mənim üçün yoxdur. Ondan başqa köməkçi. Yəni köməkçi ondan başqa mənim üçün yoxdur. Yəni Rəbbə deyir də, yəni Rəbdən başqa mənim köməkçim yoxdur. Hələ bir halda bizə bura dəlil hissəsi hansıdır? İlləhu, hu yəni belə qoşulması olmaz. Yəni gələcəkdə götürəcək, bu yalnız iyyə ilə qoşula bilər. İllə iyyəhu belə qoşula bilər. Və deyir ki, şaz olaraq şeirlərdə gəlir. Və digər şeiri gətirir. Deməli, digər şeirdə və mə aleynə izə mə kuntə cərətənə ən lə yücəvirənə illə ki dəyyəru. Burada bizə dəlil hissəsi illə kidir. Deməli, əllə yəni ən lədir burada qardaşlar. Ən lədir. Burada ən məstəriyyədir. Yücəvirənə məstər muavvəldir. Ənlə bir yerdə. Bunlar hamısı bir yerdə məstər muavvəldir. Məstər muavvəldir və məfulun bihidir. Məfhum bihidir. Bunun amili və mə aleynədir. Əslində və mə aleynə yəni şey mənasındadır. Yəni mənubəli. Mənubəli. Yəni bizim üçün önəmli deyil. Önəmli deyil. Nə? Ümumiyyətlə mənası budur ki, bizim üçün önəmli deyil. Əgər sən bizimlə yəni qonşuluq etsən, olduğunda, yəni bizə qonşuluq etsən, qonşulandan illə iyyəkə dəyyar, dəyyar burada yəni hansısa bir şəxs. Yəni səndən xaric bir kəs bizimlə qonşuluq etməsi elə də önəmli deyil. Yəni illə iyyəkə dəyyar, yəni yalnız səni istəyirik ki, sən bizimlə qonşu olasan. Səndən başqası bizimlə qonşuluq etməsi nədir? Bizim üçün elə də dəyərli deyil. Bunda alimlər deyir ki, və mə aleynə burada mənubəli mənasında gəlir və nubəli də əksər halda nəfi hərfi ilə gəlir və yaxud da ki, nəfi mənasında olan bir kəlmə istifadə edərək işlənir. Bu növbəti beyt artıq yenə damirlərdən, amma bir balaca başqa mövzuya keçir. Onu inşallah biz sonra götürərik. Burada bir sxem var. Deməli, damirlər. Damir ismə mufradun yədullu alə mütəkəllim əv müxatəb əv gayib və damir yanqasbu ilə bəriz, bir də mustatir. Bərizlər, mustatirlər vücubən, yəni gizlənməsi vacibdir və cavazən. Bunların hamısını indi İbn Məlikdə götürəcək şeylərlə. Sonra bərizin özü muttasil, munfasil olaraq belə ayrılır və munfasil özü muxtas məhəllə raf, yəni rafda yalnız və nasba aid xas olan var. Muttasil özü isə bölünür muxtas bir rafa, müştərək beynə raf və nasbla arasında müştərək olanlar, bir də müştərək beynə məhəllə raf və nasb vəl cər olaraq. Sonra bunların özlərini ayrıca olaraq misallarla bölünür. Muxtas bir raf misallar gətirilir. Ənə, nəhnu, əntə kimi. Sonra muxtas bir nasba uyğun olaraq gətirilir. İyyə ilə istifadə olunan. Bunu videonu saxlayıb istəsəz götürdərsiniz. Çünki biz götürdükcə beytləri bu sxem lazım olacaq. Burada da həmçinin muxtas bir raf, yəni tə, fail baxarsınız. Bunu da diqqətlə oxuyun. Müştərək bir raf, yəni mütəkəllim. Bunun özü bölünür 3 hissəyə. Bunun özü 3 hissəyə bölünür. 1, 2.
3 və misalları var. Sonra bunun da özü müstətir bucu müstətir cavaycan 2 yerə bölünür. Yaxşı kifayət edər inşallah. Subhanəkallahumma və bihamdik. Əşhədü en la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.